Bugün sizlərlə Oktay Eloğlu faciəsinin geniş təhlilini aparacağıq. Düşünürəm ki, bununla əsəri oxumağa gərək qalmayacaq. Çünki həm məzmunu, həm xırda detalları, həm miqə, həm sertifikasiyaya, həm də abituriyentlərdə ola biləcək çaşdırıcı məqamları və hətta sonda test nümunələri də qoymuşam və cavablarını da qoymuşam. Videonu dayandırıb sonra hələ yerindəcə işləyib cavablarını da yoxlaya bilərsiniz. Onu deyim ki, testin məqsədi daha yaxşı mənimsəmək məqsədi daşıyır. Yəni çətin, dolaşdırıcı testlər salmamışam. Sadəcə olaraq bugün öyrəndiklərimizi daha yaxşı mənimsəmək üçün salmışam testi. Demək baxaq nəyə? Zəhmət olmasa əgər videoya baxsaz, xahiş edirəm ki, kanala abunə olub həm də bəyənəsiniz ki, daha çox müdavim, daha çox abituriyent yararlana bilsin. Yarandığı dövr, deməli 1922-1923-cü illərdə qələmə alınmışdır və bu dövr Azərbaycanın sovetləşməsinin ilk illərinə təsadüf edir. Ölkədə mədəniyyət, xüsusilə də teatr sahəsində böyük bir keçid dövrü yaşanırdı. Köhnə feodal patriarxal düşüncə tərzi ilə yeni, mütərəqqi Avropa mədəniyyəti, hürriyyət ideyaları toqquşurdu. Milli teatrın formalaşması, peşəkar milli aktrisa və aktyorların yetişməsi uğrunda ziyalıların kəskin mübarizəsi gedirdi. Və əsərin müəllif yaradıcılığındakı yerinə baxaq. Bu, yarandığı dövr, yəni dövrümüzdəki yeri idi və müəllifin yaradıcılığında bəsans yerə malikdir. Cəfər Cabbarlının yaradıcılığının ilk romantik dövründən ikinci, yəni realist dövrünə keçid mərhələsinin ən parlaq nümunəsidir. Bu əsər müəllifin teatr və sənətə olan baxışlarının manifesti hesab olunur. Cabbarlı özünün teatr sevgisini, bu yolda çəkdiyi əzabları Oktay obrazında cəmləşdirmişdir. Yazılma tarixi əsərin 1922-23-cü illərdir, janr faciədir, növ dramatikdir, ədəbi istiqamət də realizm və romantizmin sintezidir və 6 pərdəli pyesdən ibarətdir. Səhnə taleyi necə olub? Pyes yazıldığı dövrdən etibarən Azərbaycan teatrında ən çox səhnələşdirilən əsərlərdən biri olmuş. Abbas Mirzə, Şərifzadə, Ülvi Rəcəb, Həsənağa Turabov kimi korifey sənətkarlar Oktay rolunu canlandırmışlar. Düzdür, bu məlumat sizə düşməyəcək imtahanda, amma mən ümumi olaraq bir sizə məlumat olaraq qeyd etmişəm. Əsərdə Rus müstəmləkəçiliyi dövrünün məmur əhval-ruhiyyəsi, milli dəyərlərə yadlaşmış ziyalıların hökmranlığı, sənətin və sənətkarın kütlə və yaltaq mühit tərəfindən əzilməsi öz əksini tapıb. Gəlin məzmuna baxaq hissə-hissə. Elə bil hər pərdənin qısa məzmununu deyəcəm və ondan sonra ümumi təhlil aparacağıq. Birinci pərdədə nədir? Birinci səhnə arxası, yəni kulis təsvir olunur. Tamaşa, yəni burada ilk tamaşa gavə tamaşasıdır. Dəmirçi, gavə tamaşasıdır və ona hazırlıq gedir. Oktay həm başrol oynayır, həm də rejissordur. Və bundan qabaq da ən başda Nadia ilə Firəngizin dialoqu olur ki, o içəri keçmək istəyir və bu zamanda hazırlıq gedirdi. Oktay burada həm başrolda, həm rejissordur. Aktyorlar isə intizamsızdılar. Kimi pul istəyir, kimi rolunu bilmir. Səməd bəy gəlir və Oktaya evlərindəki fəlakəti, yəni anası və xəstə bacısının ac susuz qaldığını deyir. Amma Oktay xalqın səadəti üçün ailəsini fəda etdiyini bildirir. Ziyalı və imkanlı Aslan bəyin bacısı Firəngiz rəfiqəsi Nadia ilə gizlicə, özü çadıra ilə teatra gəlir və Oktaya çiçək verir. Burada artıq bir dönüş nöqtəsi var. Azərbaycan qadınının, yəni Firəngizin teatra gəlib aktyora çiçək verməsi Oktay üçün artıq bir inqilabi hadisəyə çevrilir. Çünki o dövrdə axı qadınlar nəinki teatra gəlmək, hətta aktyora artıq gətirib çiçək belə vermişdilər. Burada müəllifin vermək istədiyi fikir budur ki, sənətkarın böyük ideallar uğrunda şəxsi həyatını qurban verməsi və sənət məbədinin daxili mətbəxindəki çətinliklər. İkinci pərdə necə başlayır? Artıq ikinci pərdədə aktyorlar arasında mətbuatdan çıxan resensiyaya görə mübahisə düşür. Şakinski Oktaya həsəd aparır burada. Tamara, yəni rus dilli aktrisa, Azərbaycanlı aktrisaların yoxluğunu lağ edir. Oktay isə gələcəkdə milli aktrisamızın yetişəcəyinə inamını bildirir. Firəngiz Oktayın yanına gəlir. Qaçaqlar pyesindən Amaliyanın rolunu məşq etmək istədiyini deyir.
Oktay, qızın bu hisslərinin keçici olduğunu, teatrın zahiri parıltısına aldandığını və onu uzaqlaşdırmağa çalışdığını bildirir. Firəngizin Aslan bəyin bacısı olduğunu, kasıb olduğu üçün, diqqət edin, özü kasıbdır ya, Aslan bəy yox. Kasıb olduğu üçün ona qovuşa bilməyəcəyini dərk edir. Burada müəllif bizə hansı fikrə vermək istəyir bəs? Sənət ocağında mövcud olan paxıllıq, intriqalar, ideal sevgi ilə sərt reallığın, yəni maddi bərabərsizliyin toqquşması özünü göstərir. Sonra keçirik 3-cü pərdəyə. 3-cü pərdə artıq Aslan bəyin evi ilə başlayır. Burada Hacı Zaman, yəni Firəngizin atası qızının teatra getdiyini öyrənib evdə tufan qoparır. Dil və namus davası edir. Aslan bəy isə zahirən teatrı məktəb adlandırsa da, əslində bacısını varlı Danyar bəyə vermək istəyir. Kimə vermək istəyir bacısını? Danyar bəyə. Oktay Aslan bəyin yanına çağırılır. Aslan bəy Oktayı təhqir edib ondan uzaqlaşması üçün pul təklif edir. Əslində bizə Aslan bəy kimi xatırladır burada. Yadınızdadırsa, Hüseyn Cavidin, deməli, daha doğrusu Cəlil Məmmədquluzadənin Anamın kitab əsərində Rüstəm bəy xaricdən ziyalı təsiri bağışlasa da, ətrafdakı insanlara qarşı öz kobudluğu, öz düşüncəsinin geriliyi ilə, daxilindəki mənəviyyatındakı qüsurlarla o da seçilirdi. Məhz Aslan bəy də Rüstəm bəyə bənzədir burada. Hətta digər əsərdə də Aslan bəy var idi. O kim idi? Rüstəm bəyin Gülbaharı vermək istədiyi bacısı idi ki, bəs deyirdi, özdə mal həkimidir. O da orada Aslan bəy idi. Keçək nəyə? Oktay Aslan bəy yanına çağırır. Aslan bəy Oktaya təhqir edir və onunla, deməli, ondan uzaqlaşması üçün, yəni Firəngizdən uzaqlaşması üçün pul təklif edir. Firəngiz Oktayın vəziyyətinin ağırlığını görüb geri çəkilir, məktublarını tələb edir. Oktay sarsılır, pulu Aslan bəyin üzünə çırpıb səfirlər padşahı olacağını and içərək çıxır. Deməli, özünü səfirlər padşahı adlandıran kim olur? Oktay olur. Firəngiz onun arxasıca ağlayır. Burada dönüş nöqtəsi nədir bəs? Oktayın ideallarına, sevgisinə olan inamının sarsılması və sənətdən, cəmiyyətdən üz çevirməsi qərarı. Deməli, hansı pərdədə olur? 3-cü pərdədə olur. 4-cü pərdədə necə olur bəs? Artıq 3-cü pərdədən 4-cü pərdəyə keçiddə hadisələrdən 10 il keçir. Qış gecəsidir. Oktay sürgünlərdən, həbslərdən qayıtmış, sərxoş, səfir vəziyyətdədir. O, reallıqdan qaçır. Saxta dünyaya, yəni süni bəzəklərə nifrət edir. O meyxanada qaraçılara fəlsəfi fikrini söyləyir. Təsadüfən küçədə dilənən bacısı Sevəri tapır. Onun bu hala düşməsində özünü günahkar bilir. Hətta ilk başda o Sevəri tanımır. Köhnə dostları Səməd bəy və teatr müdiri olmuş Xaspolad, yəni onu tapıb teatra qayıtmağa, Qaçaqlar əsərində oynamağa razı salırlar. Necə? Sevərlə onu razı salırlar. Güclə razı olur. Yəni birincidən ümumiyyətlə razı olmurdu. Deməli, onu qaytarmağa gələnlər kimlərdir? Səmədlə Xaspolad. Səməd, Xaspolad. Xaspolad da Oktaya gedəndən sonra məhz Oktayın yerinə keçmişdi. Oktay bacısının ehtiyaclarına və xalqı yenidən görmək arzusu ilə buna razılaşır. 5-ci pərdə artıq tamaşa günü gəlir. Teatr salonu doludur. Xalq 10 ildir itkin düşmüş Oktayı səbirsizliklə gözləyir. Şəkinski isə, baxın, Oktaya paxıllıq eləyən kimdir? Şəkinskidir. Paxıllığından və Danyar bəydən, yəni Danyar bəy kim idi? Artıq Firəngizin əridir. Onlar evləniblər. Aldığı rüşvətə görə Tamaranı səhnəyə çıxarmağa, yəni çıxmamağa daha doğrusu razı salır. Səhnə getməlidir, səhnə başlamalıdır. Lakin paxıllıqdan və Danyardan aldığı rüşvətə görə nə eləyir? Kim eləyir özdə bunu? Şəkinski eləyir. Tamaraya deyir ki, yəni ki, çıxmasın səhnəyə. Necə eləyir? O deyir ki, ya bir bəhanə ürətdə deyir, xəstəyəm, gəlmə denən. Tamara bəhanə gətirərək oynamır, tamaşa ləğv olunmaq təhlükəsi ilə üzləşir. Lojada əyləşən Firəngiz Oktayın əzilməsinə dözə bilmir və cəsarətlə səhnəyə çıxaraq Amalya rolunu oynayacağını bildirir. Bu, Azərbaycanda ilk qadın aktrisanın səhnəyə gəlişidir.
Dönüş nöqtəsi nədir bəs? Firəngizin köhnə adətləri sındıraraq səhnəyə çıxması, təkcə Oqtayı yox, milli teatrı xilas etməsi. Keçirik sonuncu 6-cı pərdəmizə. Artıq burada səhnədə Qaçaqlar pyesinin kulminasiyası oynanılır. Karl rolundakı Oqtay qarşısında Amalia rolunda Firəngizi gördükdə özünü itirir. Teatr ilə reallıq, rol ilə həyat bir-birinə qarışır. O, 10 illik əzablara bais olan kadrlara dözə bilmir. Oqtay saxta, süni həyata nifrət edir. O, Firəngizə süni yox, doğru bir həyat yaşatmaq istədiyini deyərək bıçağı həqiqətən onun ürəyinə sancır. Əslində onun səbəbi nə idi? Deyir ki, mən səni süni həyatdan xilas etdim, səni həqiqi reallığa qovuşdurdum. Səhnə dekorasiyalarını, saxta divarlar günəşi dağıdır. Yaşadaraq öldürən, öldürərək yaşadan Oqtay olduğunu deyərək özünü xalqın ədalət divanının deyil mühakiməsinə verir. Yəni özünü xalqın mühakiməsinə verir. Artıq ədalət divanına vermir özünü. Burada fikir nədir? Sənətkar saxtakarlığı yıxır, idealını saxta mühitə deyil, əbədiyyətdə tapır. Öz idealını əbədiyyətdə tapır. Əsərin tam süjet xəttinə baxaq, yəni ekspozisiya, Zavyaska hadisələrin inkişafı, yəni kulminasiya və Ravyaska hissələrinə baxaq. Burada mən düzgün yazmamışam, bir dənə baxaq bu hissələrə, düzəliş eləyək. Ekspozisiya isə deməli teatr mühiti, Oqtayın fədakarlığı, Səməd bəyin xəbərdarlıqları və Firəngizin teatra gəlişi. Bu olur giriş hissəsi. Zavyaska düyün deyil. Burada hadisələrin inkişafı kulminasiya olacaq. Üçüncü olacaq kulminasiya. Zavyaska ikinci və üçüncü pərdələr. Oqtay və Firəngizin eşqinin cəmiyyət tərəfindən qəbul edilməməsi, Firəngizin məktubları geri istəməyi və Oqtayın sarsıntısı. İnkişaf, yəni kulminasiya isə artıq 4 və 5-ci pərdələrdir. Sonra Ravyaska 6-cı hissədir. Final isə sonudur ki, Oqtayın Firəngizi həqiqətən öldürməsi, bu da olur əsərin finalı. Mövzu 20-ci əsrin əvvəllərində Azərbaycan Milli Teatrının yaranması, sənətə və sənətkara cəmiyyətin münasibəti, fədakar bir sənətkarın faciəli həyatı olmuşdur. Əsas ideya, insanların mənəvi ucalığa, mədəniyyətə səsləyən sənətkarın cəhalət, maddi maraqlar və süni ziyallıq tərəfindən əzilməsi, eyni zamanda xalqın aydınlığa çıxması yolunda verilən qurbanların əbədi yaşarlığı, yəni Oqtay və Firəngizin. Əsl sənət sənətkarlığı, süni bəzəkləri dağıtmağa və həqiqəti tapmağa xidmət etməlidir. Bəs müəllif nəyi tənqid edir? Çiçəklənmiş cəhaləti, yəni Aslan bəy kimilərin simasında qəlbpərəst, zahirən mədəni, lakin daxilən feodal qalıqlı satqın ziyalıları. Sənət məbədindəki paxıllığı, burada Şəkinski, hətta məddiyatçılıq, Tamaranın simasında qadın hüquqsuzluğu və cəmiyyətin teatra dırnaqarası baxmasını. Bəs nəyi müdafiə edir? Milli teatrın qələbəsini, təmənnasız sənət fədakarlığını, Azərbaycan qadınının azadlığını, bunu Firəngizin cəsarətli timsalında açılır. Hətta orada deyir ki, səhnəmizin ilk azad quşu səhnəyə çıxacaq. Sənət sənət üçündür deyil, sənət xalq üçündür və həqiqət üçündür tezisini. Əsərdə qaldırılan problemlər hansılardır bəs? Milli teatr problemi, pyesdə Azərbaycanın milli aktrisa çatışmazlığı və yadelli aktyorların diktaturası əsas problem kimi göstərilir. Sənətkar və cəmiyyət toqquşması. Oqtay fədakardır, cəmiyyət isə onun oyunbazı hesab edir. Burada Hacı Zaman, Səməd bəy tərəfindən səsləndirilir bu fikirlər. İstedadın qiymətləndirilməməsi, yəni Oqtayın əməyi Şəkinski kimi kütlər və pulgir mühit tərəfindən inkar edilir. Şəxsi mənafe və ictimai maraq, Oqtay bacısını və anasını ictimai mənafəyə, teatra qurban verir. O, bu seçimində faciə yaşayır. Qadın azadlığı, Firəngizin asılılıqdan qurtularaq səhnəyə çıxması, azad bir fərd kimi qərar verməsi. Ziyalıların ikiyüzlüyü, Aslan bəy dildə qadın azadlığından dəm vurur. Lakin Firəngizi zorla pulgir Danyara ərə verir. Nəyə görə? Nədir o varlıdır, onların təbəqəsindəndir deyə. İndi keçirik obrazların geniş təhlilinə, keçirik birinci əsərimizin baş qəhrəmanı Oqtaya, xarakter və dünya görüşü. Oqtay fədakar, səmimi, idealist, üsyankar, eyni zamanda tragik bir qəhrəmandır. Onun üçün dünya, teatr isə həyatdır.
Daxili aləminə gəldikdə, Oqtay yalnız öz məqsədi, yəni onun məqsədi nə idi? Milli teatr yaratmaq üçün yaşayır. Buna görə də mənəvi izdırab çəkir. Yəni onun çəkdiyi mənəvi izdırabın əsas səbəbi milli teatr yaratmaqdaydı. Nitqlərinin təhlili. Çox vaxt fəlsəfi, pafoslu, yüksək tonda danışır. Cümlələri mən inamı ilə başlayır. Amma 4-cü pərdədən sonra, diqqət edirik, hansı pərdədən sonra? 4-cü pərdədən sonra, yəni sürgündən qayıtdıqdan sonra mən heçəm, süni yalanlar kimi mütləq şübhəçiliyə yuvarlanır. Müəllif mövqeyi bəs Oqtay Cəfər Cabbarlının özünün prototipidir. Bu nəyə görə? Müəllifin teatr fədakarlığı baxımından. Keçirik ikinci əsas obrazımız Firəngizin xarakteristikasına. Deməli, Firəngiz Bakılı, zəngin ailənin qızıdır, təhsillidir, sənətsevərdir. Lakin əvvəlcə iradəsiz olur. Funksiyası nədir bəs? Qadın azadlığının təkamülünü göstərir. İlk pərdədə atası və qardaşından qorxur, təzyiqə dözməyib sevgisindən imtina edir. Lakin son pərdədə bütün tabuları yıxır və asilik edir. Simvolik yük nədir? Bəs Oqtay Firəngizi sadəcə bir qadın kimi deyil, oyanmış xalqın gələcəyi, Azərbaycan anasının doğma yavrusu kimi sevir. Yəni onu da xüsusi bir məhəbbətlə sevir. Yəni təkcə oğlan qız arasında olan məhəbbətlə sevmir. Firəngiz milli teatrın xilas simvoludur. Keçirik Aslan bəyə konfliktin digər tərəfinə. Xarakteri saxta ziyalıdır. Şəhər Dumasının qlavası, yəni uprava əzasıdır. Özünü Avropalı göstərir, lakin daxilən avam və despotikdir. Müəllif mövqeyi bəs nədir? Müəllif Aslan bəyə dərin nifrət bəsləyir. Oqtay onun haqqında deyir. 30 illik dərsində həndəsədən başqa heç nə öyrənməyən dinsiz qoyunlar bir yığın əski parçası. Yəni bu kimin dilindən deyilir, kimə deyilir? Oqtayın dilindən Aslan bəyə deyilir. Hacı Zaman, yəni Firəngizin atası, Aslanın atası, xarakteri köhnəliyin, patriarxal qanunların mühafizəçisi, Firəngizin atasıdır. Onun üçün teatr oyunbazxana, aktyorlar arvad tumanı geyən namussuzlardır. Dindar, fonetik adamdır. Kəfəni sallan boynuma, cihad edərəm ən məşhur ifadəsidir. Onun ifadəsi deməli, kəfəni sallan boynuma, cihad edərəm. Kimin dilindən oldu? Hacı Zamanın dilindən oldu. Səməd bəy xarakteri. Səməd bəy Oqtayın ailə dostudur. Əslində Səməd pis adam deyil. Sadəcə o reallığı qəbul edən, yəni romantik xəyallarda yaşayan biri deyil. Kompromislərə gedən, maddiyata, yəni çörəyə, mənəviyyatdan çox dəyər verən məmur tipidir. Oqtayı xilas etmək istəyir, amma onu anlaya bilmir. Tamara, bilirsiniz ki, Rus dili, yəni milləti Rus olan aktrisadır. Xarakteri mənfəətpərəstdir, yadelli aktrisadır. Milli dili və ruhu bilmir. Oqtay onu anladır ki, o mühitin ruhunu oynaya bilməz. Yəni o bu mühiti, yəni Azərbaycan mühitini Tatyananı oynadığı kimi oynaya bilməz. Çünki o bu mühitə deyil axı. Egoistdir, pulla alınıb səhnəyə çıxmaqdan imtina edir. Şakinski və Mazandaranski. Şakinski teatrda intriqaçıdır, istedadsızdır, lakin iddialı baş rejissor və aktyordur. Oqtayın paxıllığını çəkir. Mazandaranski isə nisbətən insaflı, Oqtayın istedadını qəbul edən, lakin iradəsiz mühit adamıdır. Deməli, baxın, burada Oqtayı sadəcə olaraq qəbul etməyən, Oqtayın paxıllığını çəkən Şakinski olur. Mazandaranski isə ona baxanda insaflıdır, lakin iradəsizdir. Oqtayın deməli, istedadını qəbul edir, amma iradəsizdir. Sevər. Oqtayın xəstə bacısıdır, qardaşının sənət ideallarının qurbanıdır. Onu dilənçiliyə düşməsi, Oqtayın əsərdəki ən böyük tragik günahının, yəni vəzifəni ailədən üstün tutmasının acı nəticəsidir. Oqtay obrazının dərin təhlilinə keçək. Oqtay necə bir insan idi? Oqtay fəlsəfi düşüncəyə malik, heç bir çətinlikdən qorxmayan, titanik karakterdir. O mən anlayışını silib özünü tamamilə xalq ilə eyniləşdirmişdir. Yəni deyir ki, xalq və mən bir yerə sığmaz. Bunu Səmədlə olan söhbətində deyir. Deyir ki, sən nə qədər deyir
bəyəm xalqı düşünəcəksən də, bəs sənin öz ailən deyir ki, mən 2 nəfərin xoşbəxtliyinin, rahatlığını bu boyda bütün bir millətin güzəranına qurban verə bilmərəm deyir. Oktayın faciəsi nədədir? Onun faciəsi təkcə cəmiyyət tərəfindən anlaşılmamasında deyil, həm də reallıqla idealın uyuşmamasındadır. Oktay teatrda təmiz, ali bir mühit yaratmaq istəyir. Reallıqda isə sənət aləmi və cəmiyyət çirklidir. Yəni Şakinski Tamara və Aslan bəy. O xilas etmək istədiyi xalq tərəfindən əzilir, bacısını bədbəxt edir və sevdiyi qadını tapdalayır. Oktay məğlubiyyət alır yoxsa qələbə çalır. Fiziki cəhətdən Oktay məğlubdur. Həbslərdə çürüyür, qatil olur, ağlını itirir. Lakin mənəvi və ideoloji cəhətdən qalibdir. Onun ideyası qalib gəlir. Yəni Firəngiz Azərbaycan qadını cəhalət pərdəsini yırtıb səhnəyə çıxır. Bəs niyə Firəngizi öldürdü? Oktay səhnədəki saxtalığı, süni divarları darmadağın edərkən, Firəngizi də o xarabalıq içində saxta, köhnəlmiş dünyanın bir parçası kimi görmək istəmədi. O, əbədi ideal Firəngizi yaşatmaq üçün fiziki Firəngizi qətlə yetirdi. Nəyə baxaq indi? Obrazlar arası münasibətlərə. Yəni təkcə bir obrazların ayrı-ayrı yox, həm də obrazlar arası münasibətlərə baxaq. Burada Oktay ilə Firəngiz arasındakı münasibət, ideal məhəbbət, ruhi yaxınlıq, eyni zamanda tragik uçurum, idealla reallığın toqquşmasını nümayiş etdirir. Qadın azadlığı leytmotividir. Oktay ilə Aslan bəy sərt adnoknozim, yəni düşmənçilik, açıq konflikt, aydın sənətkar ilə saxta burjua ziyalısı qarşı durması məhz Oktay ilə Aslan bəyin simasında göstərir. Oktay ilə Səməd bəy dostluq, lakin fəlsəfi anlaşılmazlıq. Burada güzaran ilə idealizmin fərqi göstərilir. Yəni Səməd güzarana, yəni materializmə tərəf idi, lakin Oktay isə idealizm, yəni sənət fədakarlığını bizə göstərir. Oktay ilə Şakinski sənəti yaradanla sənətdən istifadə edənin toqquşması. Yəni sənəti yaradan Oktaydır, lakin ondan istifadə edən Şakinskidir. İstedadla istedadsızlığın paxıllığı mübarizəsi. Firəngizlə Aslanla Hacı Zaman. Ailə baskısı, qurbanlıqdan cəsarətə keçid, qadının köhnə buxovları sındırması aiddir. Sonra keçirik konfliktlər sisteminə. Burada şəxsiyyət və mühit birinci konfliktimizdir. Yəni Oktayın yenilikçi ideyaları Aslan bəyin, Hacı Zamanın təmsil etdiyi geridə qalmış mühitlə toqquşur. Burada sənətkar və qeyri-peşəkarlıq. Yəni Oktayın sənət sevgisinin Şakinskilərin, Tamaraların cılız maraqları ilə döyüşməsi. Keçirik ideal və reallığa, yəni daxili konflikt. Oktayın öz daxilində yaşadığı faciə. Teatr səhnəsində inandığı gözəlliklər reallıqda yoxdur. Niyə məni oyanıb bu həqiqətlərlə üzləşdirdiniz deyir. Vəzifə və sevgi ailə. Vəzifə və sevgi ailə ilə qarşı durur yəni. Oktayın xalq teatrını yaratmaq vəzifəsi onun Firəngizi olan sevgisini və ailəsinə qayğısını arxa plana atır və nəticədə doğmaları əzilir. Teatr ideyası və sənət konsepsiyası cəhətdən baxaq. Oktay Eloğlu'nda teatr sadəcə əyləncə yeri deyildi. Sual düşə bilər ki, orada əyləncə yeri kimi baxırdılar. Xeyr, milli mənlik məbədidir. Oktaya görə teatr 20-ci əsrdə deməli təkamül məkanı sayılır. O xalqın mədəni səviyyəsini göstərən güzgüdür. Bir gün gələcək xalqımız sənəti anlar. Qızlarımız bizim başımıza çiçək səpər deyir. Aslan bəyə görə isə teatr Avropada dəb olduğu üçün bir məktəbdir. Ancaq bacısını göndərəcək qədər yox, kənardan baxacaq qədər. Sənət saxtakarlığı yıxır. 6-cı pərdədə Oktay dekorasiyanı dağıdaraq deyir. Yalan deyir Şiller. Süni işıqlara lüzum yox. Dünya qaranlıqdır. Qoy qaranlıq görünsün. Sənət həyatının eyiblərini örtbasdır etməməli, bütün çılpaqlığı ilə həqiqəti göstərməlidir. Oktay sonda məhz bunları deyirdi. Bəs burada simvollar sistemi nədir? Çiçəklər xalqın gələcək oyanışının, qadının mənəviyyat atdığı ilk təmiz addımının simvoludur. Dekorasiya bəzəklər saxtakarlığın, qeyri-səmimiliyin simvoludur.
Səfillər padşahı, yəni Oqtay, maddi olaraq heç nəyi olmayan, amma ruhu dünyanın hakimi olan fədakar sənətkar simvoludur. Qaçaqlar pyesi, yəni Karl və Amalia, Oqtay və Frengizin sevgisinin teatrlaşdırılmış formasıdır. Aha. Pyes daxilində, yəni onların öz faciələrini səhnədə yaşamalarına işarə edir bu 4 hissə. Ən vacib nitqlər və sitatlar, yəni əsərdən seçdiyim nitqləri də bura qeyd etmişəm. Xalq və mən, bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır, ya o olmalıdır, mən olmamalıyam. Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O el oğludur. Bunu Səməd bəyə deyir. Yəni deyir ki, şəxsi xoşbəxtlikdən xalq üçün tamamilə imtina edir. İkinci, mən bu kiçik bacım böyük bir aktrisa olacaqdır. Bunu Oqtay deyir. Yəni ailəsinin çəkdiyi acıları teatr naminə doğrultmağa çalışır. Tüfü sizin zatınıza. Qız xeylağa gedib o namussuz kişilərin rəngli üzlərinə baxsın. Az qalıb mənim boynuma da bir bürünc xaç salasız. Bunu da Hacı Zaman Aslan bəyə, yəni biləndə ki, Aslan bəy bacısını aparıb teatra, onda əsəbləşir və deyir ki, o patriarxal əxlaqın teatra dinsizlik kimi baxır, yəni teatra dinsizlik kimi baxır. Sən ki, həndəsədən başqa heç nə öyrənməyən, dilsiz ağızsız qoyunlar kimi həyata yuvarlanmış, cansız, duyğusuz bir yığın əski parçasısan. Bunu Aslan bəyə deyir, yəni deyir ki, sən vəzifəlisən, amma için boşdur. Mən öz arxamdakı oynaqlara yox, bu zavallı xalqa müraciət edirəm. Son söz onundur. Müqəssir kimdir? Oqtay mı? Bu qız mı? Yoxsa əski mühitin bu gülünc heykəli mi? Burada da Oqtay son monoloqunu eləyir. Demək, ədəbiyyat nəzəriyyəsi baxımından, yəni dramatik növdədir. Dialoq və monoloqlardan istifadə olunub. Təbii ki, remarka, əgər əsər varsa remarkalar olacaq və sadəcə bunu yadda saxlayın ki, remarkalar heç vaxt nəzmlə yazılmır, hər zaman nəsrlə yazılır. Deməli, daha sonra burada səciyyəvi olaraq xronoloji inkişaf var. 3-cü və 4-cü pərdə arasında 10 illik zaman sıçrayışı var. Zaman qopası adlanır. Burada kəskin, yəni Səfirlər padşahının daha kəskin göstərmək üçün, yəni 10 il qabaq necə idi, 10 il sonra necə idi, bunu göstərmək üçün istifadə edilib. Burada qəhrəmanların xarakteri birbaşa onların dili ilə açılır. Əsərin dili canlıdır, həyəcanlı və fəlsəfidir. Oqtayın dili çox vaxt mürəkkəb tərkibli, ritorik suallarla, nidalarla dolu, pafoslu cümlələrdən ibarətdir. Onun dilində publisistik üslub, romantik vüsət var. Hacı Zamanın dili xalq danışıq dilinə, dini ifadələrə, qarğışlara əsaslanır. Yəni deyir ki, tüfu zatınıza, cihad eləyərəm, kəfəni salam boynuma. Dili onun savadsızlığını və dindarlığını göstərir. Yəni ona görə o dildən istifadə edir ki, yazıcı onun bizə obrazın təhlilini tam olaraq aça bilək də, onu başa düşək ki, necə bir insandır. Aslan bəy rusizm və bürokratik sözlərlə doludur. Uprava, radovoy, dvoryanin, общественный, bu onun milli kökdən qopduğunu simvolizə edir. İmtahana düşə biləcək vacib məqamlar. Xüsusi diqqət, yəni yadda saxlayın. Oqtay, Firəngizi, Şillerin piyesindəki bıçaqla qəsdən eyni zamanda affekt halında öldürür. Yəni bildiyi halda cinayətkar olur, lakin əsərin sonunda hüquqi məhkəməyə deyil, xalqın mühakiməsinə təslim olunur. Yadda saxlayın, Danyar bəy əsərdə görünmür, sadəcə adı çəkilir. Firəngizin əri olaraq Aslan bəyin dostu və Şəkinskiyə rüşvət verən şəxs kimi. Yəni bax, neçə yerdə biz onu görürük. Firəngizin əri kimi, Aslan bəyin dostu kimi və Şəkinskiyə rüşvət verən biri kimi. Lakin səhnədə heç vaxt iştirak etmir. Səhnədə oynanılan pyes hansı olur? Qaçaqlar olur. Şillerin Qaçaqlar pyesidir. Firəngizin teatra çıxma səbəbi Oqtayın nüfuzunu xilas etmək. Firəngiz yalnız əsərin 5-ci pərdəsində tam inqilab edir. 5-ci pərdədə baş verir də bunlar ona görə. Sonra Sevər Oqtayı tapanda Oqtay əvvəlcə dərk etmir. Mən kölgəyəm deyir. Sonra bacısı olduğunu biləndə gözü açılır və məhz bacısının dilənçi gününə düşməsini görüb cəmiyyətə yenidən qayıdır. Deməli, çətin və çaşdırıcı məqamlar. Burada demək
Oktay Aslan bəyin pulunu alıb uzaqlaşır. Bu səhv fikirdir. Çaşdıra bilərlər ki, əslində doğrudan da Oktayın uzaqlaşma hissəsi var axı. Məhz bu uzaqlaşma hissəsi Aslandan pulu alması deyil. O neyniyir? Pulu üzünə çırpıb evdən çıxır. Oktay Firəngizi xəyanət etdiyinə görə öldürür. Yəni Daniyarla evlənib, məhz Daniyarla evləndiyinə görə Firəngizi öldürür. Xeyr. Onu saxta teatrlaşdırılmış həyatdan çıxarıb əbədi ideala çevirmək üçün öldürür. Başa düşdünüzmü? Tezdə bundan çıxa bilər ki, qısqancıq zəminində öldürür. Xeyr, elə bir şey yoxdur. Əsərdə Səməd bəy Oktayın ən böyük düşmənidir. Xeyr. Səməd bəy Oktayın dostudur, ona çörək, iş təklif edən praktik adamdır. Lakin o Oktayı anlaya bilmir. Anlaya bilmirsə o demək deyil ki, Səməd onun düşmənidir. Daniyar bəy səhnədə Oktayla mübahisə edir. Xeyr, bayaq dedim axı. Daniyar bəy obraz olaraq səhnəyə heç vaxt çıxmır, yalnız adı çəkilir. Oktay xalqın teatra sevgisizliyindən nifrətə düşüb sənətdən gedir. Yəni görür ki, xalqın teatra sevgisi yoxdur, ona görə gedir. Xeyr. Oktay Aslan bəyin saxta mühitin və Firəngizin geri çəkilməsinin, yəni sarsıntısına görə uzaqlaşır. Satılmış ürəklərdən uzaqlaşır. Sonra burada əslində Aydınla təhlil vermişəm, amma Aydına ehtiyac yoxdur, çünki Aydın düşmür dərsliklərdə yoxdur da. Ona görə Müsibət Fəxrəddindən baxaq. Deməli, Müsibət Fəxrəddinlə Aydının oxşarlığı odur ki, Fəxrəddin də Oktay kimi yenilikçi, tərəqqipərvər və tək başına mübarizə aparan ziyalıdır. Cəhalət mühiti hər ikisini fiziki cəhətdən neynir? Məhv eləyir. Fərq budur ki, Fəxrəddinin mübarizəsi feodal qan davası və mülkədar cəhaləti ilədir. Oktayın mübarizəsi isə teatrın, mədəniyyətin dirçəlişi, ziyalı kimi görünən Aslan bəy kimlərin saxtakarlığıdır. Burada deməli yaddaş xəritəsinə baxsaq, mərkəzdə Oktay Aloğludur, milli teatr fədakarıdır, idealist səfirlər padşahı adlandırır özünü. Məqsədi odur ki, xalqa aydınlığa çıxartsın, milli teatr yaratsın. Deməli qurbanları kim olur? Öz sağlamlığı olur, gəncliyi olur, xəstə anası olur və bacısı olur. Hətta Firəngiz də onun qurbanına çevrilir deyə bilərik. Çünki niyə? Sonda Firəngizi də öldürür. Sevgi xətti, yəni Firəngizləndir. Ailə təzyiqi səbəbilə Firəngiz geri çəkilir, Daniyara verilir. 10 il sonra Firəngiz bütün tabuları yıxıb səhnəyə çıxır. Düşmənləri Aslan bəy çiçəklənmiş cəhalət, yəni Avropa sayıl geyinən feodal düşüncəli qardaş. Kimin qardaşıdır? Firəngizin qardaşıdır. Hacı Zaman dini fonetiki namus davası edən qocadır, teatra qarşıdır. Şəkinski ilə Tamarada sənətdən maddiyyatçı, paxıl, qeyri-səmimi həşəratlar. Finalda da Şillerin Qaçaqlar piyesindən qəsdən qətl olunur, sənətin saxtalığını sındırır, xalqa müraciət edir. Yekun nəticədə də Cəfər Cabbarlının oxucuya və cəmiyyətə əsas mesajı budur ki, heç bir böyük ideya, heç bir milli tərəqqi qurbansız başa gəlmir. Azərbaycan teatrının qadın azadlığının təməlində Oktay kimi neçə sənətkarların izdirabı, səfirlər padşahına çevrilmələri dayanır. Sənət saxta parıltı deyil, xalqı qəflət yuxusundan oyadan şimşək, həqiqəti ortaya qoyan işıqdır. Oktay ölmür, o özünü fəda edərək Azərbaycan sənət tarixində əbədiləşir. İmtahan üçün 100 vacib fakt qeyd eləmişəm. Bir dənə bunlara da baxaq, sonra testi göstərəcəm və bununla yekunlaşdıracağıq. Piyes 22-23-cü illərdə qələmə alınıb, əsər faciə janrındadır, 6 pərdədən ibarətdir. Hadisələr həm realist, həm romantik üslubda deməli təqdim edilir. Müəllifin romantik dövrdən realist dövrə keçid əsərdir. Əsərdə milli teatr problemləri qaldırılıb. Oktay teatr naminə hər şeyindən keçən fədakar sənətkardır. Firəngiz Azərbaycan qadının teatra gəlişinin simvoludur. Aslan bəy cəmiyyətin saxta ziyalılığını, çiçəklənmiş, yəni dırnaq içində çiçəklənmiş cəhaləti təmsil edir. Oktay ilk dəfə teatr rəhbərliyini və rejissorluğu öz üzərinə götürür. Hacı Zaman Firəngizin atası idi. Hacı Zaman teatrı arvad tumanı geyilən oyunbazxana hesab edir. Diqqətli olun. Səməd bəy Oktaya qazanc gətirəcək dilmanc işi təklif edir. Deməli, Səmədin təklif etdiyi iş nə idi? Dilmanclıq, yəni tərcüməçilik işi idi.
Oktay Səməd bəyin təklifindən sənətə görə imtina edir. Maaş azdır deyə imtina etmir. Oktayın xalq və mən bir yerə sığışdırılmaq sözləri onun şüarıdır. Firəngiz ilk pərdədə çadırı ilə gizlicə teatra gəlir. Nadia Firəngizin rəfiqəsidir. Aktrisa Tamara Oktayı təhqir edir. Tamara Azərbaycan qadınlarının səhnəyə çıxa bilməməsinə görə lağ edir. Şakinski Oktaya həsəd aparan, istedadsız və korrupsioner baş rejissordur. Şakinski Oktayı gözü götürmür. Qazet resenziyalarında tənqid edildiyi üçün Oktaya acıqlanır. Deməli, onun Oktaya acıqlanma səbəbi nə idi? Məhz qazet resenziyalarında tənqid edilməsi idi. Mazandaranski nisbətən mütərəqqi, amma iradəsiz aktyor idi. Birinci pərdədəki tamaşa qəhvə, yəni dəmirçi qəhvə tamaşasıdır. İvanovski adlı əcnəbi şəxs pul verilmədiyi üçün dekorasiyanı sökdürür. Oktay tamaşanın ləğv edilməsini istəmir. Diqqətli olun, İvanovskinin adı var. Oktay tamaşanın ləğv edilməsini istəmir. Bir nəfər üçün də olsa oyun getməlidir deyir. Yəni əgər bileti bir nəfər də satın almış olsa deyir, yenə də oyun tamaşa getməlidir. Hacı Zaman kəfəni sallan boynuma cihad edərəm ifadəsini tez-tez işlədir. Aslan bəy Firəngizi imkanlı adam olan Danyar bəyə ərə verir. Danyar bəy əsərdə heç bir səhnədə fiziki cəhətdən iştirak etmir. Aslan bəy Oktaya pul verərək bacısından əl çəkməsini istəyir. Oktay pulu Aslan bəyin üzünə çırpır. Oktay səfirlər padşahına çevriləcəyini elan edir. Üçüncü pərdədən dördüncü pərdəyə keçiddə 10 il zaman fərqi var. 10 il sonra Oktay meyxanada tapılır. Oktay Rusiyada, Türkistanda sürgünlərdə olub. Qaraçılar, yəni Muxam və rəqqasə Oktayın saxtakarlığı haqqında düşüncələrinə şahid olurlar. Oktay qaraçı qızın bəzəklərini tənqid edərək təbiiliyi axtarır. Yəni ki, sünisizdə hamımız. Orada onun nitqi var idi axı orada. Hamımız sünisiz. Meyxanada köhnə dostları Xaspolad və Səməd bəy onu tapırlar. Xaspolad həmin dövrdə artıq teatr müdürü olub. Oktay küçədə xəstə, ac və dilənçi vəziyyətində bir qızla rastlaşır. Bu qız Oktayın doğma bacısı Sevər olur. Sevərin bu günə düşməsi Oktayın ailə qarşısındakı mənəvi günahını neyinir ona? Xatırladır. Oktay məhz bacısının izdirablarını görüb səhnəyə qayıtmağa razı olur. 5-ci pərdədə artıq böyük anons verilir. Oktay qayıdır. Diqqət, hər kəsə bildirmək istəyirik ki, səhnəmizin böyük ulduzu Oktay artıq qayıdır. Şakinski Danyar bəydən 500 manat rüşvət alaraq tamaşanı pozmaq istəyir. Tamara bəhanə gətirərək səhnəyə çıxmır. Xalq tamaşanın təxirə salınmasına etiraz edir. Elxanlı, Özdəmir kimi nümayəndələr, diqqətli olun. Cəmaət arasında olan Firəngiz dözmür və mən bu rolu oynayaram deyə irəli çıxır. Bu addım Azərbaycan teatrı tarixində inqilabi bir addımdır. Səhnədə oynanılan piyes Alman dramaturgu Schiller'in Qaçaqlar piyesidir. Oktay Karl von Moor Firəngiz isə Amalia rolunu oynayır. Firəngiz bu rolu hələ illər əvvəl Oktaydan öyrənmişdi. Deməli, rolu kimdən öyrənir? Oktaydan öyrənir. Aslan bəy Firəngizin qarşısını kəsmək istəsə də, Firəngiz artıq öz taleyinin sahibi olur. Yəni, deyə bilərlər ki, Aslan ona heç qarşı çıxmır, amma çıxır. Amma Firəngiz neyini deyir? Artıq mən öz taleyimin özüm sahibiyəm deyir. Səhnədə Oktay Firəngizi görüncə özünü itirir. Reallıqla piyes bir-birinə qarşı artıq dərk edə bilmir ki, bu reallıqdır, yoxsa mənim gözümə mi görünür? Oktay cəmiyyətdəki və Firəngizdəki saxtalığa, keçmiş xəyanətə dözə bilmir. O, süni bıçaqla yox, gerçək bıçaqla zərbə endirir. Məsəl üçün, belə bir sual sala bilərlər ki, süni bıçaqla Firəngizi öldürür. Axı, süni bıçaqla necə öldürə bilər? Həqiqi bıçaq olur ki, Firəngizi öldürür də. Oktay Firəngizi süni bəzəklərdən qurtarıb mənəvi əbədiyyətə, həqiqətə qovuşturmaq üçün öldürür. Oktay karton dekorasiyaları yalan deyir Schiller qışqıraraq deyə bağırır. Yəni deyir ki, yalan deyir Schiller. Bunu deyərək nə edir? Həmin karton dekorasiyaları dağıdır. Oktay məhkəmədə yox, xalqa təslim olur. Məhkəmədə təslim olmur. Əsərdə Səməd bəy mənfəətpərəstliyi və güzaranı təmsil edir. Oktayın atası dünyasını dəyişib, evin yükü Oktayın üstündədir. Amma o ailəsini teatra qurban
verir. Firəngizin teatra cəlb olunmasında Nadia böyük rol oynayır. Nadia kim idi? İlk başda məhz Oktayın yanına elə Nadia ilə gəlmişdi. Onun dostuydu. Səməd bəyin dilində deyir ki, pulsuz heç bir məqsədə varmaq olmaz. Oktay deyir ki, mənim pulum, qolum, gücüm, səmimiyyətimdir. Əsərdə Həsən, İlyas, Rəhim kimi epizodik aktyor obrazları var. Buradan bir sizə deyim, Rəhim kimi idi? Yadınızda gəlir. Rəhim obrazı hansı əsərdə var? Epizodik obraz olaraq yox. İştirakçı kimi harda var idi? Deməli, Nurəddinin əsərində var idi. Rəhim qadın rolunda oynayan kişidir. Yəni, o dövrdə bilirsiniz axı qadınlar oynaya bilmirdi deyə Rəhim də qadın rolunda oynayan kişi idi. Oktay deyir ki, Rəhimdən bir qız çıxmaz, o bir kişidir. Azərbaycan səhnəsinə doğma yavru lazımdır. Əsər boyu qadınların mənəvi təkamülü əsasən də Firəngizin. Aslan bəy dildə qadın azadlığından danışır. Biz analarımıza deyir, cəhalətdə saxlamışıq. Lakin həmin Aslan bəy öz bacısını zorla istəmədiyi adama, yəni Daniyara ələ verir. Bunu tez-tez deməyimdə məqsəd odur ki, dilinizə yatsın əgər adlar. Hacı Zaman kəndli, dindar təfəkkürünü təmsil edir. Bakının dəyişməsini qəbul edə bilmir. Oktayın replikası deyir, insan əvvəlləri düşünməz. Bu Oktayın replikasıdır. Əsərdə qaraçıların musiqisi, pyesdə fəlsəfi zəmin rol oynayır. Oktay meyxanəçiyə, sən pulsuzluğa görə mənə çörək vermirsənsə, mənim yaşamaq haqqı olduğu üçün bu çörəyi alıram fəlsəfəsi yürüdür. Yəni o gedir axı orada çörəyi alır icazəsiz və o deyir ki, sən deyir, əgər bunu mənə vermirsənsə, mənim haqqım yaşamaq olduğu üçün bu çörəyi alıram. Çünki yaşamaq mənim haqqımdır. Əsərdə Cəfər Cabbarlı sənətkarın səfalətini sərt tənqidi realizmlə göstərir. Cəfər Cabbarlı həqiqət axtarışını Oktayın dili ilə fəlsəfə olaraq ifadə edib. Oktay sənəti mübarizə meydanlarının qazmaları adlandırır. Pyesdə Firəngiz Amaya rolunda fəryad edir. Sən qatilsən, şeytansan, mən özümə ağuşuna atıram. Oktayın məşhur xitabı. Aha, indi mən öyrəndim. Siz dəyişən papağınızdır ya başınız. Oktay, Aslan bəyin ona verdiyi kağız pulları cırıb atmaq əvəzinə üzünə çırpır. Oktayın faciəsi. O xalqı sevir, amma xalq onu anlamır. Cəfər Cabbarlı əsərdə Azərbaycan dilinin saflığı məsələsinə də toxunur. Bunu harda toxunur? Tamara ilə dialoqlarda. Harda görürsünüz, o deyir ki, yəni belə deməlidir, amma gah bala deyir, gah bəla deyir, sözü düzgün deyə bilmir. Oktay Tamaranı onun istedadına görə deyil, Azərbaycan dilini pis yaxşı bildiyinə görə saxlayır. Səhnədə, yəni ki, başqasını da seçə bilərdilər. Amma necə seçsinlər? Azərbaycan dilini bilən çox az adam var axı. Səhnədə xalqın tələbkarlığı 5-ci pərdədə nümayiş etdirilir ki, məhz davam etsin də, yəni səhnə teatr dayandırılmasın. Firəngizin deməli əsl adı bəzi mənbələrdə fədakarlıq rəmzi kimi çəkilir. Nəyə görə? Çünki ilk dəfə fədakarlıq eləyir və səhnəyə atılır. Oktay Aloğlu'nda baş qəhrəmanın psixologiyası dinamik inkişaf edir. Səməd bəy hesab edir ki, cəmiyyətdə olmaq sənətdən daha əhəmiyyətlidir. Yəni deyir ki, sənətdənsə provada, cəmiyyətdə yer tutmaq daha əhəmiyyətlidir. Oktay üçünsə heç ictimai status, yəni bütün ictimai statuslar heç nədir. Hacı Zaman teatr işçilərinə mürtəd, tarik əs-salat deyə xitab eləyir. Oktayın sürgün həyatı Çar və Sovet rejiminin azad düşüncəli insanlara təzyiqini işarədir. Deməli, onun sürgün həyat yaşaması həm də nə deyir? Çar və Sovet rejiminin azad düşüncəli insanlara olan təzyiqinə işarədir. Əsərdə kütlənin teatra gəlişi 10 il ərzində inkişaf edir. Yəni, əvvəl 3-4 qadın gəlir, sonra 40-50, sonra isə salon dolur. Yəni, əvvəl az gəlirdi axı, amma 10 il ərzində artıq o inkişaf olur. Bu detal Cəfər Cabbarlının xalqın oyanışını olan optimist inamıdır. Oktayın ən böyük zəifliyi hisslərinin ağlına qələbə çalmasıdır. Çünki o hissləri ilə hərəkət edirdi. Oktay bacısını tapanda özünün yaratdığı mənəvi xarabalığı anlayır.
Teatrın müdiri olan Xaspolad Oqtayı sənətdən daha çox tamaşaçı cəlb edib pul qazanmaq üçün istifadə etmək istəyir. Yəni ki, deyə bilərsiniz ki, hə, Xaspolad Oqtaya dəyər verir, amma onun dəyəri o idi ki, onu cəlb eləyəcək sənətə və daha çox tamaşaçı gələcək və daha çox pul qazanacaq. Əsərin sonunda Oqtay heç bir peşmanlıq çəkmir, əksinə əbədiyyət yaratdığını düşünür. Deyir ki, mən artıq peşman deyiləm. Kimdir böyük sənətkar? Sən ya mən? Şillerin sənəti ilə öz həyatını neyniyir? Qarşılaş. Deməli, Şillerlə öz həyatını qarşılaşdıran obraz var mı əsərdə? Var. Kimdə? Oqtaydır. Oqtay Eloğlu Aydından fərqli olaraq xalq üçün çalışan ictimai xadimdir. Pyesin dili olduqca inqilabi, emosional və yüksək pafosludur. Oqtay obrazı Azərbaycan romantizminin son, realizmin isə ən mütərəqqi qəhrəmanıdır. Və sonuncu, 100-cü qeydimiz Oqtay Eloğlu Azərbaycan mədəniyyəti, teatr fədakarları üçün ucaldılmış ədəbi bir heykəldir. Və burada test təqdim eləmişəm. Hardasa burada 50 test var. Məsəl üçün, çətin testlər deyil. Sadəcə əsəri keçdiyimi, ümumi məlumatları bildiyimi testlə onu neynəyək? Möhkəmləndirək. Mən indi bunu çevirəcəm. Siz düzgün cavabları işarələyib sonda baxa bilərsiniz. Cavablarını da sonda qeyd eləmişəm. Hətta bəzilərində cavab görünür, elə bil. Yadımdan çıxıb silmək. Gəlin baxaq. Sonda da cavablar. Cavabları da belə qoyuram. Testi işlədikdən sonra yoxlayarsınız. Məsəl üçün, gəlin 46-cı suala baxaq. Deyir ki, Oqtayın atası haqqında hansı fakt məlumdur? Çox zəngin bir tacir olub, ölümündən sonra dükkanı bağlanmış, atası, yəni ailəsi başsız qalmışdır. Oqtayı teatra o gətirmişdir və deyir ki, Oqtayı evdən qovmuşdur. Orada B-ni görürük düzgün cavab kimi. Orada da Səmədin dilindən verilir ki, sənin atan işlədirdi, sonra o dükkan bağlanır, yəni sən onu işlədə bilərdin. Bu kimi fikirlər. Sonra məsəl üçün gəl baxaq 39-cu suala. Əsərdə çiçəklənmiş cəhaləti hansı obraz təmsil edir? Hacı Zamanmı, Şakinski mi, Aslan bəymi, Səməd bəymi? Təbii ki, Aslan bəy. Çünki burada çiçəklənmiş cəhalət necə işarələnib? Dırnaq işarəsində, yəni kinayə ilə verildiyi üçün bu da olacaq Aslan bəy C variantı. Digər suallara da cavabları ilə baxıb yoxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti görüşlərə qədər.